2024-cü ilin idman yekunlarına həsr olunan mərasim keçirilib. Dövlət başçısı Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Ölkə başçısı tədbirdə çıxış edib. Əziz idmançılar, əziz dostlar, ilk növbədə Azərbaycan idmançılarını bu il əldə edilmiş uğurlar münasibəti ilə təbrik etmək istəyirəm. 2024-cü ildə Azərbaycan idmanı üçün uğurlu olmuşdur. Azərbaycan idmançıları beynəlxalq yarışlarda ölkəmizi ləyaqətlə təmsil etmişlər. 1700-ə yaxın medal qazanılmışdır. İlin ən böyük yarışı yay olimpiya oyunları olub. Dövlət başçısı xatırladıb ki, komanda hesabında Azərbaycan 30-cu yerdə qərarlaşıb. Bu ən yüksək nəticədir. Bu dəfə qalib ölkənin nümayəndələri kimi əminəm ki, idmançılarımız idman arenalarına, döşəklərə, idman meydançalarına tamamilə fərqli bir ovqatla çıxırdılar. Və bu gözəl nəticə dövlətimizin gücünü bir daha göstərdi. Bizim bundan sonraki fəaliyyətimiz təbii olaraq idmanın inkişafı ilə bağlı olacaq. Hazırda bizim bölgələrimizdə 44 Olimpiya İdman kompleksi fəaliyyət göstərir. Azad edilən ərazilərdə də idman infrastrukturu yaradılır. Məsələn, İmarət stadionunun inşa edilməsi, bunun çox böyük rəmzi mənası var və Ağdam şəhərində indi yeni bütün beynəlxalq standartlara cavab verən stadion inşa edilir. Füzuli şəhərində Olimpiya İdman kompleksinin təməli qoyulubdur. Suqovuşan və Köndələn çay su anbarlarında artıq beynəlxalq avar çəkmə yarışları keçirilir. Şuşa şəhərində bir neçə idman yarışı keçirilmişdir. Xankəndi şəhərində şəhər stadionu, hansı ki Azərbaycan büdcəsi hesabına hələ keçən əsrin 50-ci illərində inşa edilmişdir. Əsaslı şəkildə təmir edilir demək olar ki, yenidən qurulur. Bununla yanaşı gələn il Azərbaycan növbəti böyük idman yarışına ev sahibliyi edəcək. 3-cü MDB oyunları ölkəmizdə keçiriləcək. Bunun üçün 14 şəhər seçilibdir və əsas oyunlar Gəncə şəhərində keçiriləcək. Yəni, Gəncə şəhəri MDB oyunlarının mərkəzi olacaq. Gəncədə yeni stadion inşa edilir və oyunlara qədər istismara verilməlidir. Eyni zamanda bir neçə ay bundan əvvəl Gəncədə ölkəmizin ən böyük Olimpiya İdman kompleksi açılmışdır. Hətta Bakı şəhərində bu boyda və bu qədər funksional standartlara cavab verən Olimpiya kompleksi olmamışdır. 3-cü MDB oyunlarında 7000 idmançının iştirakı gözlənilir. Dövlət başçısı bildirib ki, biz döyüş meydanındakı zəfərimizə idman qələbələrini də əlavə etdik və bu əlbəttə ki, ölkəmizin beynəlxalq nüfuzunu daha da artırır. Bugün dünyada gedən proseslər göz qabağındadır. Qanlı toqquşmalar, müharibələr, münaqişələr, bəzi ölkələrin, digər ölkələrin işlərinə kobudcası da qarışması, vəziyyətin gərginləşməsi, bütün bunları biz Azərbaycanda görmürük və görməyəcəyik. Çünki xalq iqtidar birliyi, cəmiyyətdəki həmrəylik, vahid siyasi baxışlarımız, təbii ki, bizim tarixi zəfərimiz və bir çox digər amillər bizi bu çətinliklərdən, çağırışlardan sığortalayır. Dövlət başçısı onu da bildirib ki, müxtəlif tədbirlər çərçivəsində Azərbaycan idmançıları, digər tanınan simalar azad edilən ərazilərə nə qədər çox səfər etsələr, o qədər də yaxşı olacaq. Çünki orada həyat yenidən, sıfırdan qurulur. Tərbiyə edilməsində biz icra etdiyimiz layihələrin dünyada misli bərabəri yoxdur və bəlkə də olmayacaq. Böyük coğrafiyada 15-16 min kvadrat kilometrdə hansı ki Ermənistan onu tamamilə yerlə yeksən edib yeni həyat qurulur. Özü də müasir, gözəl, rahat. Ona görə mənim idmançılara, idman ictimaiyyətinin nümayəndələrinə tövsiyəm odur ki,
o bölgələrə və bütövlükdə digər bölgələrə də tez-tez getsinlər, həm görüşlər keçirsinlər, həm də ki, gənc idman istedadlarını da oradan seçsinlər. Sonra Azərbaycan idmanının inkişafında xidmətləri olan idmançıların və idman mütəxəssislərinin mükafatlandırılması mərasimi oldu.